Davam edirik. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin Ombudsman aparatının təşkilatçılığı və Hüquqi Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin tərəfdaşlığı ilə Dövlət Qurumları və Vətəndaş Cəmiyyəti institutları ilə strateji panel mövzusunda məlumat sessiyası keçirilib. Tədbirdə Ombudsman aparatının əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının və media qurumlarının nümayəndələri iştirak ediblər. Dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb, bu istiqamətdə həyata keçirilən fəaliyyət və təşəbbüslər barədə məlumat verilib. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Hüquqi Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin sədri Esmira Tağıyeva görüşün məqsədinin dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı fikir mübadiləsinin aparılması və ictimai əhəmiyyət kəsb edən məsələlərin birgə müzakirəsi üçün səmərəli platforma yaratmaq olduğunu bildirib. Qeyd edilib ki, bu cür görüşlər konstruktiv dialoqun inkişafına, tərəflər arasında əməkdaşlığın genişlənməsinə və ictimai maarifləndirmənin gücləndirilməsinə mühüm töhfə verir. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.